Salamlayıram hər birinizi, əziz Xaçmaz Tinkçi səhifəsinin izləyiciləri. Demək, hal-hazırda gördüyünüz çeşidlər şaftalı çeşidləridir, yassı çeşidlərdir bunlar. Deməli, Babylon çeşidi, həmin növü də sizə indi ekranda nümayiş etdirəcəyik, yəni kalibrini, görünüşünü. Demək, bu çeşidlər yalnızca biz iyul ayının əvvəli calaq eləmişdik. Yəni 1 illik tinklər gedir bunlar, sürdürmə qələm sayılır. Yəni iyul ayının əvvəli calaq olunur. Yəni təxminən bir 3 ay ərzində yəni biz bunlardan çıxış götürürük. Çıxış pis deyil əslində, yəni təxminən 70-80 santiyə qədər boyatıb, yəni xırdalar da var, içində məsələn 25-30 santlıq sürdürmələrimiz də var. Yəni ümumi olaraq ortalama boy hardasa 50 santidən yuxarı gedir, yəni bunların boyları. Çeşidlər əsasən bizdə sürdürmə çeşidlər, yəni yassı çeşidlərdir. Floye, Cantensa, Babylon, Galaxy, Louisella, yəni bu çeşidlərdən əsasən sürdürmə eləyib satışını eləyirik. Yəni bu il artıq satılıb, yəni qalmayıb. Bütün sürdürmələrimiz, yəni bu ilki sürdürmələrimiz bütün hamısı satılıb. İnşallah gələn ildə məşğul olmaq fikrimiz var. Yəni sürdürmə qələmlərimiz, özünüz də boylarını görürsünüz, yəni pis deyil. Yəni təxminən 3 ay ərzində bu nəticəni almışıq. Yəni çox çətindir. Yəni adi qələmdən çətin olur, yəni yetişdirilməsi. Çünki xüsusi diqqət tələb edir. 3 ay ərzində biz normal çıxış götürməliyik. Bu da biraz çətindir. Yəni dərmanlanması, bir də tez-tez suvarılması, yəni ehtiyac bilinir. Əsas da xəstəliklər, məsələn, un-işıq xəstəlikləri kimi var ki, bu xəstəliklər də qələmi stresə salan məsələlərdir. Bunlara da xüsusi diqqət yetirir. Ona görə də bizim üçün biraz çətin olur, amma əsas odur ki, göz qələmi deyil. Yəni sürdürmə qələmdir. Bu qələmi belə balaca qələm də olsa, yəni göz qələmi sayılmır. Yəni bu artıq çıxış verib və normal da çıxış sayılır, yəni payıza qədər. İnşallah gələn olacaq bizdə, yəni sürdürmə qələmlərimiz yerli kök üzərindədir, kök altı yerlidir. Əsasən də yenə dediyim kimi, yəni yassı çeşidləri biz calaq eləyib satışa çıxarırıq. Babylon, Cantensa, Floye, yəni Louisella bu çeşidləri calaq eləyib inşallah gələn ildə deməli sürdürmə qələm kimi satışını təşkil edəcəyik.